Bilmirəm bilirsən ya yox, biz hələ də qəbilə instinkti ilə yaşayırıq. Təxminən 20 min əvvələ getsək, insanoğlunun 50-150 nəfərlik qrup halında yaşadığını görərdik. Və bu zaman biz şəxsləri biz və onlar olaraq qəbul etdik. Bizə yaxın olan, etibar etdiyimiz qrup üzvlərini biz deyə bəhs etdik. Bizə rəqib olan, eyni mənafe uğrunda vuruşduğumuz, təhlükə olan qruplarsa onlar deyə dərk etdik. Və bu bizim tədricən biologiyamıza oturdu. Modern dünyada sosial normativlər dəyişsə də, yeni quruluşlar qurulsa da biologiyamız dəyişməz qaldı. Məsələn, bizim beynimizdə amigdala adlanan qorxu mərkəzi vardır ki, nə zaman ki yad insan görürük, o aktivləşir. Çünki həmin yad insanı beyin təhlükə kimi qəbul edir. Bundan başqa oksitozin və yaxud qucaqlaşma hormonu vardır ki, sevdiyimiz, etibar etdiyimiz insan yanında daha çox ifraz olunur, amma yad insan olduqda şübhəmiz artmağa başlayır. Bundan başqa biz bu günlərim hər hansı siyasi ideologiyanı dəstəkləyirik, ya hər hansı bir futbol komandasının fanatlıq edəndə biz deyə bəhs edirik. Məsələn, komandamız qalib gəlir, biz qalib gəldik. Rəqibə onlar deyə müraciət edirik. Onlar məğlub oldu və yaxud onlar qalib gəldilər. Buna tribalizm də deyilir. Deyə bilmərik ki, insan üçün mənfi cəhətdir bu. Əslində insanı insan edən şeylərdən biridir. Çünki insan bu instinktlər vasitəsilə başqa insanlarla əlaqə quraraq elmi, incəsənəti inkişaf etdilər. Bugünkü bu günə gəlib çatdılar. Əslində modern dünyanın yaranmasında da bunun çox böyük əhəmiyyəti vardır. Hətta belə gözəl bir söz vardır. Tribalizm nəfəs almaq qədər insan üçün zəruridir. İnsanı insan edən şeydir.